Məktəblər açılandan, havalar soyuyandan bütün anaların yeganə bir şikayəti var ki, uşaqlarımız tez-tez qrip olur. Demək olar ki, qış aylarının hamısını qrip vəziyyətdə keçirdirlər. Bunun üçün əziz xanımlar, düzgün seçim etməyiniz, düzgün həkimlə, düzgün pediatrla danışıb düzgün qida əlavələri əldə etməyiniz ən məsləhətlisidir. Mən öz pediatrımızla məsləhətləşib düzgün qida əlavəsi əldə etdim. Sibiryan Wellness şirkətinin uşaqlar üçün və böyüklər üçün olan qida əlavələrini əldə edərək artıq belə deyim, həqiqətən də bu qripin qarşısına keçmişəm və qrip artıq bizim ailəmizə daxil ola bilmir. Mənim qızım 1 yaş 7 aylıqdır və heç bir şəkildə hələ ki qrip olmayıb. Instagramdan bizi izləyənlər də bilirlər ki, Miray cəmi bir dəfə bu 1 yaş 7 ayın boyunca bir dəfə qrip olubdu. Nevamin, D3, Epam 7 qida əlavələrini əldə edərək xoşbəxt ailə olmuşuq. Çünki uşağımın həm D3-ünü, həm vitaminlərini, həm dəmirini, hər bir şeyini bu qida əlavələrində bədənində toplayıb qripə qarşı mübarizə aparırıq. D3-ü isə artıq özümdə əldə etmişəm, özümdə istifadə edirəm. Çünki bu ara saçlarımda və dırnaqlarımda qırılma, tökülmə baş verirdi və məsləhətləşərək dedilər ki, sən də belə deyim, istifadə edə bilərsən. Qızlar, inanın ki, həqiqətən də bunu səmimiyyətimlə deyirəm. Xanıma müraciət edə bilərsiniz. Əlaqə nömrəsi qoya bilərəm burada. Ona da yaza bilərsiniz. Həqiqətən də uşaqlarınızın sağlam olmağını istəyirsinizsə, qida əlavələri əsas bir şərtdir burada. Hələlik.